Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün vlogda gündəlik həyatımın bir parçasına sizi də aparacağam. Səhər yeməyimi hazırlayıb günə enerjili başladım. Sonra evin işləri ilə məşğul oldum. Təmizlik və səliqə çox vacibdir mənim üçün. Mətbəxdə isə sevdiyim yeməkləri bişirdim. Sonra isə Trendyoldan gələn bağlamalarımı açdım. Günün sonunda isə biraz özümə vaxt ayırıb dəftərimə hədəflərimi yazdım. Hədəflərimi yazmaq mənə böyük motivasiya verir. Gəlin bugünə birlikdə baxaq. Səhər yeməyimizi yedikdən sonra qızım üçün təzə portağal doğradım. Onun vitaminli və sağlam bir başlanğıc alması mənim üçün çox vacibdir. Həmçinin qızımın sevərək yediyi meyvələrdən biridir. Buna görə də bu kiçik anlar bizim üçün çox qiymətlidir. Qızım artıq səhər yeməyini yeyib qonaq otağına keçmişdi və orada televizor izləyirdi. Mən isə onun üçün doğradığım təzə portağalları aparıram və o görür, təbii ki, çox sevinir. Mən isə keçirəm mətbəxə özüm üçün təzə portağal şirəsi hazırlamağa. Dostlar, mən xüsusilə səhər saatlarında portağal yeməyi və ya şirəsini içməyi çox sevirəm. Ona görə də bizdə belə balaca bir qab var və qısa zamanda mən tez şirəsini çəkə bilirəm portağalın. Bu həm dadlı, həm də enerji verici bir içki olur. Həm özümə, həm də qızıma belə mükəmməl səhər ritualı yaratdığım üçün özümü xoşbəxt hiss edirəm. Səhər yeməyini yedikdən sonra süfrəni yığmağa başladım. Bu bəlkə də gündəlik həyatda ən sadə, amma ən vacib işlərdən biridir mənim üçün. Süfrə yığmaq, qabları yumaq bu anlar mənə özümü nizamlı hiss etdirir. Həm də səhər saatlarında bu kiçik işləri görmək insanın günə başlamağa daha çox hazır olmasına kömək edir. Həmişə düşünürəm ki, nə qədər kiçik bir şey olsa da düzən və təmizlik insana sakit. Bəzən bu işləri görəndə düşünməyə daha çox vaxtım olur. İnsan elə bu anlarda həyatına dair kiçik düşüncələrini və məqsədlərini yenidən gözdən keçirir. Bugün nə etməliyəm? Hədəflərimə çatmaq üçün hansı addımlar atmalıyam? Bu cür sadə işlər arasında fikirləşmək həm məni rahatlaşdırır, həm də məni motivasiya edir. Təmizlik və nizam insanın həyatına müsbət təsir edir və mən həm də səhər saatlarında özümə bunu ayrılmış vaxt kimi görürəm. Bu yalnız fiziki deyil, həm də zehni təmizlikdir. Yəni həm evimi, həm də zehnimi təmizləyirəm. Hər dəfə süfrəni yığarkən biraz daha nizamlı hiss edirəm. Elə bil ki, günün birinci işini uğurla bitirirəm. Dostlar, mən adətən ev işləri görərkən, xüsusilə mətbəxdə hər zaman musiqi dinləyirəm. Bu zaman sanki yorulmadığımı hiss edirəm, fikrimin başqa bir işlə məşğul olduğunu, fiziki olaraq isə başqa bir işlə məşğul olduğumu sanıram və bu mənə qətiyyən yorğunluq gətirmir. Hərdən isə bunu etmirəm, sadəcə sakit qalmağı seçirəm və bu zaman düşüncələrim işə düşür. Bu dəfə qabları yuyarkən düşündüyüm ən maraqlı şeylərdən biri də bu oldu ki, həyatın ən sadə anları da bizə dərs verir. Bəlkə də belə sadə işlərdə həyatın nə qədər gözəl olduğunu və kiçik şeylərdən necə zövq almalı olduğumuzu unuduruq. Həyat o qədər sürətlidir ki, biz sadəcə dayanmalıyıq və yenidən özümüzə fokuslanmalıyıq. Bəzən belə dayanmaq, özümüzə fokuslanmaq, biraz özümüzə vaxt ayırmaq nə qədər vacibdir, elə deyilmi? Həyatın sürətində bəzən unuduruq ki, bizə lazım olan ən önəmli şey özümüzü dinləməkdir. Qabları yuyarkən ya da digər sadə işlərlə məşğul olarkən belə kiçik bir anlıq dayanmaq və ağlımızda nələr baş verdiyini düşünmək insana çox şey qatır. Həyatın ritmində kiçik anlara fokuslanmaq bizə daha sağlam və xoşbəxt bir həyat üçün güc verir. Mən də sizinlə belə gözəl mövzularda söhbət edir də demək olar ki, mətbəxdəki işlərimi yekunlaşdırdım və keçirəm digər otaqların təmizliyinə. Bayram ərəfəsində təxminən 10 gündən çox müddət idi. Demək olar ki, mən həmin müddət ərzində təmizlik işlərini sıfıra indirmişdim və ancaq çox vacib işləri görürdüm. Gündəlik tozları sormaq və yemək hazırlamaq. Çalışırdım ki, dərin təmizliyə vaxt ayırmayım. Çünki ailə üzvlərim hər biri evdə idi. Bağça yox idi, iş yox idi və biz çalışırdıq ki, birlikdə zaman keçirək, gəzək və bu tətil günlərini səmərəli dəyərləndirək. Tətil günlərinin son günlərində mən bu vloqu hazırladım, təmizlik işlərini gördüm və belə bütün otaqların təmizliyini etdiyim üçün sizin üçün də vloq hazırladım ki, sonra birlikdə baxaq. Bugün isə artıq iş başlayıb, yoldaşım işdədir, qızım bağçadadır və mən də çəkdiyim videoları montaj edirəm, səsləndirirəm, sizin üçün maraqlı bir video hazırlayıram. Bu gördüyünüz balaca dostumuz bizim evin ən şirin üzvlərindən biridir və artıq 2 aydan çoxdur ki, bizimlə yaşayır. Qızım onu burada yemləyir. Daha sonra mən
pilləkən hissələrdə də təmizlik işlərini yekunlaşdırıram və mətbəxə keçib yemək hazırlayıram. Bugün mətbəxdə 3 ən çox sevdiyim yeməyi hazırlayacağam. Bunlardan birincisi dovğadır. Mənim ən sevdiyim yeməklərdən biridir. Daha sonra qızım üçün sup hazırlayacağam və qreçka. Mən dovğanı xüsusən soyuq havalarda daha çox sevirəm. Mənim üçün ideal bir yeməkdir. Bu, yəqin ki siz də bilirsiniz, qatıq, göyərti və yumru düyüdən hazırlanır. Həm çox sağlam və həm də iştah açıcı yeməkdir. Şorba isə öz növbəsində hər zaman canlandırıcı və faydalıdır. Həm doyucudur, həm də isti yeməkdir. Özüm şorba yeməyi çox da sevməsəm də çalışıram ki, qızımda vərdiş yaradım, yeməklərdən əvvəl hər zaman az da olsa şorba yesin. İndi isə keçək qreçka hazırlamağa. Qreçka isə Azərbaycan dilində qarabaşaq deyirik biz buna. Bu çox sağlam bir yemək seçimidir. Tez-tez çalışıram ki, menumuza əlavə edim. Həftədə bir dəfə bu yeməkdən bişirim, xüsusilə də qış aylarında. Düşünürəm ki, bunlar hamısı nisbətən sağlam qidalardır və gəlin bir yerdə bu yeməkləri hazırlayaq. Hər zaman qreçka hazırlayanda əvvəlcə onu belə bir padnosa yerləşdirirəm və içərisindəki bərk kütlələri seçməyə çalışıram. Çünki bişən zaman həmin hissələr ağza gələndə bu iştah kəsici bir görüntü yaradır. Ona görə də çalışıram ki, bu bərk hissələr qreçkanın içində qalmasın. Daha sonra üzərinə çıxana qədər su əlavə edirəm və qoyuram ki, yavaş-yavaş qaynasın. Və həmin müddət ərzində mən supu hazırlamağa çalışıram. Doğranmış soğanın üzərinə biraz duru yağ, biraz isə kərə yağı əlavə edib qovururam. Soğanlar qovrulub rəngini dəyişdikdə digər ədviyyatları əlavə edirəm və üzərinə zövq uyğun duz, istiot əlavə edib qarışdırıram. Bu gördüyünüz gavalı qurusudur. Dilimlənmiş şəkildə onları da əlavə edirəm. Bu supa biraz turşa meyillilik verir, dad verir və bu bizim çox xoşumuza gəlir. Artıq qreçkamız da burada yavaş-yavaş hazır olmağa başlayır. Ona duz vururam, digər zövq uyğun ədviyyatları əlavə edirəm və üzərinə kərə yağı dilimləri qoyuram və dəm almasını gözləyirəm. Qreçkanın üzərinə həmişə mən kotlet hazırlayıram və ya ətdən qulyaş hazırlayıram ki, onunla yeyək. Lakin bu dəfə bunların heç birisini etmədim. Çünki bizim dünən axşamdan sifariş etdiyimiz kababdan qalmışdı və həmin kabab tikələrini qreçkanın üzərinə qoyub yeməyi düşünürük. Artıq supumuz da hazırdır. Son olaraq ona mən şüyüd əlavə edirəm. Bunu doğramıram. Bütöv şəkildə əlavə edirəm ki, sonra istəsəm götürə də bilim. Çünki bəzən qızım xoşlamır. Və yeməyimizi yeyirik. Bu hissələri sizin üçün çəkmədim və mən başlayıram dovğanı hazırlamağa. Dovğa üçün göyərtiləri xırda-xırda doğrayıram. Qatığını isə bayaqdan hazırlamışdım. Qatığına mən düyü və yumurta əlavə edirəm. Yaxşı qarışdırıram içərisində tam həll olana qədər. Daha sonra göyərtiləri bax belə xırda-xırda doğrayıram. Onları yuyub süzgəcdən keçirirəm ki, suyun tamamilə çəksinlər. Daha sonra qaynamış qatığın içərisinə həmin bu göyərtiləri əlavə edib bir neçə dəqiqə qarışdırıram və yeməyimiz hazırdır. İndi isə keçirik vloqun ən maraqlı hissəsindən, Trendyol bağlamalarımı açmağa. Bugün həm də mənim bağlamalarım gəlib. Biz onu qızımla gətirdik və burada açıb hər birini sizə bir-bir göstərəcəyik. Əslində bu hissəni mən çoxdan çəkmişdim, lakin sizə göstərməmişdim. Ona görə də bu videonu silmək istəmədim. İstədim ki, bu vloqda həmin görüntüləri də sizinlə bölüşüm və aldıqlarımı sizə də göstərim. İlk olaraq bu böyük qutu çıxdı. Bu qutunun içərisində mən tavalar sifariş vermişəm. İnanılmaz keyfiyyətlidir. Tac firmasına aiddir. Mən bunu endirimli qiymətlərlə almışam. Səhv etmirəmsə 35 manat idi. Ancaq öz qiyməti 45 manat idi. Burada isə mən süfrə almışam. Həmin süfrəni sizə göstəririk. Doğrusu süfrəni belə gözləmirdim. İçərisindən belə runneri çıxdı. Daha sonra kiçik boşqab atlığı və yaxud da salfetka kimi istifadə olunan belə dəsmallar çıxdı və süfrəmiz 6 nəfərlik stol üçün nəzərdə tutulub, kifayət qədər genişdir, yaxşıdır. Ancaq bir şey mənim xoşuma gəlmədi ki, sanki biraz çox nazikdir və bərkdir materialı. Burada isə sifariş etdiyimiz qızım və özüm üçün kiçik ev geyimləridir. Onlar geyinib yoxladıq, amma sizə göstərmədik. Elə əynimizi də ona görə bu videoda dəyişmişik. Daha sonra keçdik digər gələn məhsullarımıza baxmağa. Bu ağ köynəyi mən özüm üçün sifariş etmişəm. Bu köynəyi də çox bəyəndim. Çox geniş modeldir. Özüm də belə olmasını istəyirdim. Tam ürəyimcə oldu. Sadə modeldir. Üzərində isə tək cibi var. Artıq gecə saatlardır. Qızım üçün belə gözəl bir hədiyyə gəlib. Əmisi alıb onun üçün. O da açırdı. Mən də çox xoşladım. Qutusundan gördüm. Ona görə çəkdim.
Böyle güzel şirin ayakkabılar da var. Daha sonra biz çay fasiləsi edirik birlikte. Bu güzel şirniyyatın da dadına baxıram. İlk dəfə idi bundan yeyirdim. Hoşuma geldi, dadlı idi. Daha sonra biz yataq otağına keçirik. Kızım yatır, mən isə dəftərimi götürürəm. Ora günlük hədəflərimi, bugün baş verənləri yazıram. Özüm üçün müzakirələr aparıram. Elə sizinlə də burada sağollaşmaq istəyirəm. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər videomuzu bəyəndinizsə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda daha çox maraqlı məzmun və yeni reseptlərlə görüşəcəyik. Mənimlə qalın, sağ olun.